Salam əziz dostlar. Həsəd barəsində böyüklərimizdən yenə bir-iki kəlamı istəyirəm sizin nəzərinizə çatdırım. Həzrət Əmirül-Möminin əleyhissalamdan bir hədisdir. Buyurur, Əl-həsədu şərrul əmrad. Həsəd xəstəliklərin ən pisidir. Həsəd aparan insan, əvvəlki videolarımızda demişdik, nə gecəsi var, nə gündüzü. Yaşayış yoxdur onun üçün. Xəstəliklərin ən pisidir, müalicəsi də çox çətindir. Başqa bir kəramında Həzrət Əleyhissalam buyurur ki, Əl-həsud la yasud. Həsəd aparan heç vaxt böyüklük və üstünlük qazana bilməz. Heç bir fayda əldə edə bilməz. Həsəd aparan heç vaxt. Sonra İmam Cəfər Sadiq əleyhissalamdan da bir kəlam deyim sizə. Buyurur ki, həsəd edən insan imanını aradan aparar, imanını yiyər. Yəni öz imanı aradan aparar. Bundan əvvəlki hədislərdə əməlləri aradan aparırdı. Burada isə iman da aradan gedər. Və necə ki odunu yiyər, aradan aparar, eyni ilə həsəd də insanın imanını aradan aparar. Həsəd edən insanda iman olmaz. Sağ olun.